Kişi uşaq pulu istəməz, bilirsiniz. Kişi kimdənsə uşaq pulu istəmir. Kişi babasından istəyir, dövlətdən. O dövlət üçün o kişi müharibə olanda gedib canını qoyub. Gedib uf demədən, gözünü qırpmadan torpağa qanını töküb. O kişi istəyir, bunu başqa bir kişi və o torpaq uğrunda döyüşən kişi istəyir. O pul istəmək deyil, o dövlətə vəzifəni yerinə yetir demək. Onun açması odur, mənası odur. Onu heç kim o cür ifadə etmək heç doğru deyil. Necə deyə bilərsən ki, az pul almaq insanı tənbəlləşdirir. Bəs onda bu qədər milyarderlər dünyada, bu qədər milyonçular, bu qədər pul olanlar niyə var? Onlar ona görə var ki, onlar işlədikcə işləyirlər. İnsan da belədir. Daha yaxşı yaşamaq üçün məişət təfəkkürü formalaşdırır. Sən daha yaxşı yaşadıqca daha yaxşı yaşamağa, daha çox işləməyə, daha çox qazanmağa meyil edirsən. Qazanmayanda isə heç nə görmədiksən ilə yıxılıb yatırsan, deyirsən, onsuz da yoxdur da bir şey. Yəni, bu adi psixoloji bir momentdir. Sən bu momenti də qoyub da deyirsən, yox, biz uşaq pulu verəcəyik, tənbəlləşəcəklər. Belə bir şey olmur. Ona görə deyirəm, absurd yanaşmadır. Ya zəlzələdən, ya bəlbələdən. Valideyn işləmir. Və yaxud da valideyn tüfeyli həyat tərzi yaşayır. Uşağın günahı nədir? O uşaq vətəndaş kimi hara qədər yetişə bilir? Vətənə sabah necə xeyir verə biləcək? Necə xeyirli övlad olacaq? Təkcə ailəsi və çevrəsi üçün yox, həm də vətən üçün. Bəlkə o qədər fitri bir istedadda o uşaq ki, sadəcə imkansızlıqdan bugün öz imkanlarını bərpa edə bilmir. Dövlət bunu düşünməlidir. Buna görə də mütləq dövlətin iştirak payı olmalıdır və nəzarət olmalıdır. Ailələrə nəzarət olmalıdır ki, uşaqlar nə işlə məşğul olur. Bugün təhsildən yayılan nə qədər uşaqlar var. Özəlliklə qızlarımız var. Təhsildən yayınırlar. Dövlət bunun qeydiyyatını aparırmı? Bunun üçün sahə müvəkkilləri, icra nümayəndələri, yerli icra nümayəndələri və məktəblər bir siyahı çıxarırmı? Yox. Bu çıxarılmalıdır, mütəmadi iş aparılmalıdır, heç kim təhsildən yayınmamalıdır. Gedərsən qapısına, deyər ki, ayaqqabısı yoxdur. Gedərsən qapısına, deyər ki, geyimi yoxdur. Gedərsən qapısına, deyər kitabı, dəftəri yoxdur. Amma dövlət vermiş olsa, dövlət məcbur edər ki, onun üçün mən sənə vəsait verirəm. O uşağın ayaqqabısı da olacaq, geyimi də olacaq, yeməyi də olacaq, təminatı da olacaq və s. və s. Və bütün bunlar hamısı ona görə uşaq pulu verilməlidir. Dövlətin hər bir uşağın tərbiyəsində iştirakçılıq payı olmalıdır. Hər bir uşağın, onun valideynin imkanlı, imkansız olmasından asılı olmayaraq. Ki, dövlət sabah hətta gələr məhkəmə qarşısına çıxarar, valideyni hüququndan məhrum edir. Valideyn onda sual verir ki, sən bu uşağa indiyə qədər nə etmirsən ki, indi bu uşağı mənim əlimdən alırsan? Dövlət onda məsələ qoyur məhkəmədə. Çünki məhkəmələr qərarları dövlət adından çıxarır. Deyir, sənlə bərabər mənim də onun üzərində haqqım var, mən ona pul vermişəm. Mən onun böyüməsi üçün, mən onun sağlam yaşaması üçün, mən onun təhsilli yaşaması üçün hər şey etmişəm. Yəni, bu məsələlərdə o sosial paketlər və s. kənara qoyulmalıdır. Dövlət uşaq pulu verməlidir. Bu bir mənalıdır. Bunu heç kim müzakirə edə bilməz. Hətta demoqrafik vəziyyət sabit olsa, əhali sayı durmadan artsa, İnsanlar çox yaxşı yaşasa, maaşları onları qane etsə belə, sosial vəziyyətdə bir problem olmasa belə, mütləq uşaq pulu verilməlidir. Çünki uşaq pulu vermək, uşağın tərbiyəsində və böyüdülməsində dövlətin iştirakçılıq payını müəyyən edir. Bu dövlətin ailə institutlarında iştirakçılığını təsbitləyən bir məsələdir. Bunu mütləq verəcəksən. Nominal verə bilərsən, həyat şəraitinə uyğun, yüksək verə bilərsən, həyat şəraiti aşağıdırsa, nə qədər tələb olunur, ehtiyaclar nə qədərdirsə, minimum istehlak zəmbilinə uyğun verə bilərsən. Amma dövlət mütləq bir vətəndaşının 18 yaşına qədər tərbiyəsində, təhsilində, yaşam tərzində mütləq dövlətin iştirak payı olmalıdır. Bu valideynin təkcə məsuliyyəti deyil. Çünki 18 yaşına çatandan sonra onun üzərinə konstitusiya ilə dövlətin qoyduğu vəzifələr var. O dövlətin qoyduğu vəzifələri yerinə yetirir. Bu, hərbi xidmətdən tutmuş, vətən qarşısında borcu yerinə yetirməkdən tutmuş, müharibə olarsa müharibə şəraitində iştirakdan tutmuş, konstitusiyon vəzifələri yerinə yetirməyə qədər çox saylı dövlət konstitusiya vasitəsilə vətəndaş üzərinə vəzifə qoyur. İndi sual olunur, 18 yaşına qədər bunu valideyn saxlayıbsa,
Yalnız valideynin iştirakçılığı ilə bu uşaq böyüyübsə, dövlətin onun üzərinə məsuliyyət qoymağı nə qədər hüquqidir? Bax, dövlətlərdə əsasən həm də buna görə uşaq pulu verirlər. Təkcə demoqrafik vəziyyətlə, təkcə vəziyyətin yaxşı olması ilə, əhali sayımızın artması ilə bağlı bu məsələlərə o pəncərədən baxıb qiymət vermək doğru deyil. Dövlət hər bir vətəndaşın həyatında iştirak etməlidir. Ən başlıcası isə köməksiz və imkansız vətəndaşın. Uşaqlar isə köməksizdir.